Salam, hörmətli şagirdlərimiz. Hər kəsi xoş gördük bir daha. Bir neçə günlük fasilədən sonra yenidən sizinlə birlikdəyik. Verdiyimiz sözü sona qədər davam elətdirəcək. Yay boyunca ən azından hər gün 2026-24 may sınaqlarını bir daha gözdən keçirəcək. Bu təbii ki, bizim üçün keçirilən mövzularımıza bir daha baxmaq, boşluqlarımız varsa onları doldurmaq və irəlidə, növbəti tədris ilində bizlərə hansı mövzular daha çox gözləyə bilər, onlara qarşı bir tədbirlər həyata keçirmək məqsədi ilə buradayıq. Bugünkü sualımız 2026-24 may qəbulunda 82-ci sualı müzakirə edəcək sizinlə yoldaşlar. Az sonra onu artıq ekranda görəcəksiniz siz. 82-ci sualda 16-cı əsr ikinci yarısı Osmanlı dövlətinə aid olan bir sualdır yoldaşlar. Təbii ki, bu sualların öhdəsindən gəlmək üçün həmişə dediyimiz kimi biz sualın şərtində əgər il varsa və ya da əsr varsa, əsri ilə çevirib müəyyənləşdirilməli ki, məsələn 16-cı əsrin ikinci yarısı deyilsə sual, söhbət hansı illər aralığında gedir. Bu şərt də önəmlidir. Və 16-cı əsr ümumilikdə götürükdə yoldaşlar 1501-1600-cü illəri əhatə edən bir dövrdür, bir zaman kəsiyidir. 16-cı əsrin ikinci yarısı isə artıq 1550-ci ildən etibarən başlayır. Daha da isə 1551-dən etibarən başlayır. 1551-1600-cü illər aralığı 16-cı əsrin ikinci yarısıdır. Bunu xüsusi olaraq vurğulayacaq qəbul formatında, qəbul zamanı. Ümumiyyətlə, test işləyərkən fərqi yoxdur. Və 16-cı əsrin ikinci yarısı Osmanlı tarixi ümumiyyətlə tarixdə zəngin dövrlərdən birini yaşayıb. Çünki kifayət qədər hadisələrlə zəngindir. Gəlin ona tanış olaq. Sualımız artıq ekranda görünür yoldaşlar. Baxırıq. Məsəl üçün, A variantı yazılır ki, Köprülü Mehmet Paşanın islahatlarından danışır. Təbii ki, Osmanlı mövzusunu çox sədəqəli diqqətlə oxuduğumuz təqdirdə biz Köprülü Mehmet Paşa ilə tanışlığımız olacaq. Nə zaman? Osmanlı tarixində 17-ci əsrin ikinci yarısına təsadüf edir bu şəxsin adı və onun gördüyü tədbirlər və Köprülü Mehmet Paşa Sədrəzəm vəzifəsini daşıyıb Osmanlı tarixində haqqında danışdığımız dövrdən söhbət gedir. Yəni, kifayət qədər təcrübəli bir insan olub, Osmanlı'nın durğunluq dövründən çıxartmaq üçün cəhdlər edən bir şəxs olub və təbii ki, bu qədər məlumatımız olduğu təqdirdə biz təbii ki, sualın şərtinə baxıb A variantının sualın şərtinə heç bir uyğunluğunu görməyəcək. Çünki yenə təkrar deyirəm, sualımızın şərti 16-cı əsrin ikinci yarısı, Köprülü Mehmet Paşa islahatları isə 17-ci əsrin ikinci yarısı, ona görə buradan vaz keçəcək. B variantında yoldaşlar, Misir Məmlükü Sultanlığının varlığına son qoyulmasından danışılır. Bu da çox önəmli hadisələr silsiləsinə daxildir. Misir Məmlükü Sultanlığı ilə Osmanlı dövləti arasında bizə məlum olan, artıq kitabımızda haqda məlumat verilən dövr Sultan 1. Səlimin dövrünə təsadüf edir yoldaşlar. Sultan 1. Səlimin dövrü 1512-1520-ci illərdir. Yəni, biz bütün şagirdlərimizə, düşünürəm ki, mənim həmkarlarım da mənimlə eyni fikirdə olacaqlar. Biz hökmdarın hakimiyyət illərini şagirdlərdən hər dəfə tələb edirik. İstənilən hökmdarın, təbii ki, kitabda məlumatı varsa, verilibsə, onu bilməyimiz vacibdir. Sultan Səlim 16-cı əsrin birinci yarısında yaşamış bir şəxsiyyət olub. Yenə təkrar deyirəm, 1512-1520-ci illərdə hakimiyyətdə olub və Məmlüklər Sultanlığı, Məmlüklər dövləti ilə onun hərbi əməliyyatları 1516-17-ci illərdə təsadüf edir və ilə də yenə vaxtda görürük ki, bəli, 16-cı əsrin hadisəsidir, amma 16-cı əsrin birinci yarısından söhbət gedir. C variantında yoldaşlar, Ağqonlu qoşunları üzərində məğlubiyyət, Ağqonlular üzərində qələbədən söhbət gedir. Ümumiyyətlə, yenə Azərbaycan tarixi ilə də belə deyək də əlaqələndirilən bir sualdır yoldaşlar. Ağqonlularla Osmanlı, bəli, biz hərbi əməliyyatlarından danışmışıq. Əsasən də Həsən Padşahın və Uzun Həsənin, yəni bu əslində eyni adamlarla Salzula, Ağqonluların bəylik və dövlətçilik dövründə hərbi əməliyyatlar olub. Amma və lakin, Ağqonlularla Osmanlılar arasında dövlət olaraq sonuncu hərbi əməliyyatlar bizim bildiyimiz qədərilə, yəni kitabımızın bizə ötürdüyü məlumata əsaslanaraq deyirəm, 1473-cü ildə bitir. Yəni, Otlukbeli və ya ona Tərcan döyüşü dedik biz. Bu döyüşdən sonra hərbi əməliyyatlar bizim bildiyimiz qədəri bitir. Yəni, 1473-15-ci əsrin sonudur. Və o hadisədən sonra Ağqonlu tarixində
hakimiyyətə gələn şəxslərin dövründə Osmanlı ilə hər hansı bir hərbi əməliyyatdan ümumiyyətlə danışılmır. Ona görə də C variantı da sualımızın şərtinə uyğun gəlmir. D variantında yoldaşlar Səfəvilərlə yeni müharibələr mərhələsinin başlanmasından danışır, belə bir cümləmiz var. Və biz çox təəssüf edərək də dərsimizin bu məqamında şagirdlərlə danışarkən belə bu məqamda da toxunuruq ki, iki nəhəng türk ordusunun, iki nəhəng qardaş dövlətin bir-biri ilə hərbi əməliyyatları 1514-cü ildə Şah 1. İsmayılın dövründə başlayacaq. 1. Səlimin də dövrünə düşür yermişkən və 1514-dən yoldaşlar çox qısa fasilələrlə təsəvvür eləyin, Səfəvi dövləti tarixdən silinənə qədər, yəni 1736-ya qədər Səfəvi-Osmanlı müharibələri davam edib. Hətta biz onu 5-6 mərhələlik bir müharibə silsiləsinə çeviririk. Yəni çox təəssüf eləyərək deyirəm bunu. Və 16-cı əsrin həm birinci yarısında, həm ikinci yarısında, 17-ci əsrin həm birinci yarısında, 18-ci əsrin birinci yarısında biz Səfəvi-Osmanlı müharibələrini görmüşük, oxumuşuq, tədris eləmişik, öyrənməyə çalışmışıq. Ona görə də Səfəvilərlə yeni müharibələr, bəli, 16-cı əsrin ikinci yarısında, daha dəqiq desək, 1578-1590-cı illəri əhatə edən bir hərbi əməliyyatlar dövrü olub və bizə kifayət edir ki, sualımızın cavabını tapa bilək. Və E variantını deyək ki, tam daşlar yerinə otursun, sıxıntı yaşanmasın. Viyana şəhərinin mühasirəyə alınması, yoldaşlar, müasir kitablarımızda Osmanlı'nın Avstriya üzərinə, çünki Viyana Avstriyanın paytaxtıdır yeri gəlmişkən, müdaxiləsi 1529-cu ildən başlayır. 1. Sultan Süleyman Qanunun dövründə və biz onun hətta uğursuz olduğunu da demişdik, izah eləmişdik. Və ümumilikdə bizim bildiyimiz qədərilə kitablarda təsdiqini tapmış 2 Viyana səfərindən danışılır. Düzdür, hal-hazırda müasir kitablar sadəcə onun biri adı çəkir, 1529 uğursuz olub və ikincisi 1683-cü ildə olub, o da uğursuz olub Osmanlı üçün. Və bu illərdən savayı Osmanlıların Viyana şəhərinin mühasirəsi alması haqqında bizdə məlumat yoxdur. Ona görə sualımızın cavabı yoldaşlar 82-ci sualda D olacaq. Sizinlə növbəti sualımızın müzakirəsində görüşmək ümidi ilə hələlik.